Salam əziz müəllimlər və müəllim olmaq istəyən namizədlər. Bugünkü video izahımız idman oyunlarından futsal idman oyunudur. Futsal idman oyunu haqqında ilk öncə məlumatlar verim tarixləri haqqında. Futsal yaranıb 1930-cu ildə. 1930-cu ildə yaranıb Uruqvayda. Yaradıcısı Juan Carlos. Futsal üzrə federasiya yaranıb Beynəlxalq Federasiya 1983-cü ildə. 1989-cu ildə isə Futsal Federasiyası üzv olub FIFA, yəni Futbol Federasiyasına, Beynəlxalq Federasiyasına. Futsal 1930-cu ildə yaranıb Uruqvayda, yaradıcısı Juan Carlos. Futsal üzrə Beynəlxalq Federasiya yaranıb 1983. Futsal isə 1989-cu ildə isə Beynəlxalq Futbol Federasiyasına üzv olub, yəni FIFA-ya. Keçək oyun qaydalarından izahına. İlk öncə komanda heyətindən danışaq. Futsalda 5 əsas heyət 5. Əsas heyət 5. Ehtiyat isə doqquzdur. Oyuna gələn zaman ehtiyatı sıfırda gətirə bilər. Ehtiyatsız da gələ bilər. 5 ehtiyatla da gələ bilər. Amma əsas 5. 5 ilə gələ bilər. Meydana çıxan zaman 5 ilə çıxa bilər. Amma 4 ilə də çıxa bilər. Eyni futbolda demişik 11 əsas heyətdir. Maksimum 11 nəfərlə çıxa bilər. Amma 10 ilə də 9, 8, 7 nəfərlə də çıxa bilər. Həmçinin futsal. Əsas heyəti 5'dir. 4 ilə çıxa bilər. 3 ilə də çıxa bilər. 4 ilə, 3 ilə də çıxa bilər. Amma 3-dən az 2 ilə çıxa bilməz. 2 ilə çıxarsa texniki məğlubiyyət. 2 oyunçusu qalarsa texniki məğlubiyyət. 3 ilə çıxa bilər, 3 ilə çıxa bilər. 3 ilə çıxdı, oyunu davam etdi. Oyunu başladı. Biri qırmızı vərəq alarsa, 2 olarsa oyunu davam etdirə bilməz. Həmin an komandaya texniki məğlubiyyət. 3 ilə çıxa bilər, 3 ilə başlaya bilər, 3 ilə çıxa bilər. Amma 2 ilə ya davam etdirə bilməz, ya da başlaya bilməz. Oyuncu dəyişikliyi zamanı. Futsalda oyuncu dəyişikliyi. Futsalda oyuncu dəyişikliyi məhdudiyyət yoxdur. Hakimiyyət demədən yerinə yetirilir. Oyuncu dəyişikliyi məhdudiyyət yoxdur, hakimiyyət demədən. Və oyuncu dəyişikliyi zamanı 5 metrə zonadan yerinə yetirilir. Onun meydanda izahını verəcəm. 5 metr zonadan oyuncu dəyişikliyi yerinə yetirilir. Və hakimiyyət deyilmir. Hakimiyyət demədən. Bunu bildik. Komanda heyətini bildik. Futsal idman oyunu 2 hissədən ibarətdir. Hər hissəmiz 20 dəqiqə olmaqla ümumi 40 dəqiqə oynanılır. Və futsal təmiz vaxtda oynanılır. 40 dəqiqədə təmiz vaxtda oynanılır. Belə bir sual düşə bilər. İdman oyunlarından hansı idman oyunlarıdır ki, təmiz vaxtda oynanılır? Futsal, basketbol, 3x3 basketbol. Bu 3 oyun idman oyunları təmiz vaxtda oynanılır. Və futsal idman oyunu qeyri-olimpiya idman oyunudur. Yəni olimpiya oyunlarına daxil deyil, qeyri-klassikdir. Və oyun dedik 40 dəqiqədən ibarətdir. 2 hissədən ibarətdir, hər hissəmiz 20 dəqiqə. Hissələr arası fasilə 15 dəqiqədən, maksimum 15 dəqiqədir. Və oyun başlayan zaman püşkatma nəticəsində oyun başlanır. Püşk atılır və hansı komanda püşkü qazanarsa ya hücumu seçir, ya da meydanı seçir. Oyunda bərabərlik qalarsa, mütləqdir ki, yəni qalib müəyyən olunsun. Məsəl üçün komandalar yarışları keçirilir, finala çıxıb, finalda artıq mütləqdir ki, qalib müəyyən olunsun. Bu zaman, məsəl üçün hesab 2-2-dir, əsas hissədə 2-2. Hesab 2-2-dir. Əlavə 2x5 oynanır. Məsəl üçün buna 2x20 dəqiqə deyilir. 2x20 dəqiqə. Əlavə 2x5 oynanılır. 2x5. Yəni 2 hissə olmaqla 10 dəqiqə oynanılır. Hər hissə 5 dəqiqədən ibarət. Burada da birinci hissəsinin başlandığı zaman püşkatma ilə başlanılır. Və burada da qalib müəyyən olunması. Məsəl üçün heç bir komanda qol vurmadı. Hesab 2-2-də davam etdi. Gedəcək penaltiləşməyə. Və penaltiləşmədə 2 penalti atılır. 2 püşkatma atılır. 2 püşkatma atılır. Penaltıda artıq 2 püşkatma atılır. Və püşkatmalar nə üçün atılır? Eyni futbolda olduğu üçün. Bir, ilk zərbəni hansı komanda yerinə yetirəcəyi üçün. Bir də hansı komandaya vurulacaq. Eyni futbolda olduğu kimi. 2 püşkatma atılır. Bunu bildik. Və hər komanda üçün 5 zərbə haqqı verilir. 5 zərbə haqqı verilir. 5 zərbə, məsəl üçün 5 A komandası, 5 B komandası.
Bunlardan üçün vurdu A komandası, ikisini vuranmadı. Üçün vurdu, ikisini vuranmadı. 3 gol vurub, ikisini vuranmayıb. B komandası da üçün vurub, ikisini vuranmayıb. Yenə bərabərdirmi? Bu səfər də yenidən hər komandaya 1-1 əlavə 1-1 penaltı zərbəsi vurma zərbəsi verirlər. Oyunda minimum neçə püşk atmalıdır? Oyun başlayan zaman oyunda minimum neçə püşk atmalıdır? Yəni oyun 2-3 bitərsə, əsas hissə bitdi, qalib müəyyən olundu, vəsə. Demək olar 1 püşk atmalıdır. Oyunda maksimum neçə püşk atmalıdır? Bu da 4 dənə. Birinci hissə, ikincisi əlavə hissənin birinci hissəsi, dördüncülər də penaltıdır, 2 penaltıdır. Və yaxud da belə sual düşə bilər ki, oyun penaltılar qədər oynanılarsa, penaltı daxil oynanılarsa, neçə püşkatma keçirilir? 4 dənə püşkatma. Və hissələrimizdə bildik, hissələrimizi bildik. Dəqiqə bunu sileyim. Hissələrimizi bildik. Futsalda time-out və texniki time-out. Futsalda texniki time-out yoxdur. Bundan növbəti dərsimizdə badmintonun video izahını verəcəm. Badmintonda texniki time-out badmintonda var. Futsalda texniki time-out yoxdur. Və futsalda 2 time-out var. 2 time-out. Hər hissədə 2 hissədən ibarət deyil. Hər hissə üçün 1 time-out verilir. Hər hissə üçün 1 time-out. Time-outun müddəti 1 dəqiqə. Time-outun müddəti 1 dəqiqə, yəni 60 saniyə. Birinci hissədə götürmədiyimiz time-out, ikinci hissəyə keçmir. İkinci hissədə götürmədiyimiz time-out əlavə hissə oynanılarsa ona keçmir. Bunu bildik. Time-outumuzu bildik. Topun çəkisi çevrəsi. Topun çəkisi çevrəsi. Çəkisi 440 qramdır. Çevrəsi isə 64 santimetrdir. Topun çəkisi çevrəsi. Futsalda meydanın ölçüsü. Mərkəzdən düz xətt keçir, bu mərkəz xətti 2 bərabər hissəyə bölür meydanı. Bizim qapımız bu bizim 6 metrə zərmə meydançamız, 5 metrə qapısı xətti, penaltı nöqtəsi, 10 metrə xətt və 10 metrədə ikinci penaltı nöqtəsi deyil. Onu izahını verəcəm. Burada da həmçinin eyni qaydada. Meydanda gördüyümüz bütün xətlərin qalınlığı 8 santimetrdir. Meydanda gördüyümüz xətlərin qalınlığı 8 santimetr. Və buradan mərkəz xəttindən bu xəttə qədər olan məsafə 5 metrdir. 5 metr xətt və bu xəttlər arası məsafə, bu xəttlər arası. Bunlar da 5 metrdir. Bax, bu xəttlər arası da 5 metrdir. Həmən oyuncu dəyişikliyi. Məsəl üçün bu B komandası, bu da A komandası. B komandasının oyuncuları gəlir bu 5 metrlik zonadan oyuncu dəyişikliyi edir. A komandasının oyuncuları bu 5 metrlik zonadan gəlib oyuncu dəyişikliyi edir. Mərkəz xəttindən A komandasının meydanın tərəfdə olan xəttə də 5 metrlik məsafəsi. Və bu xəttin uzunluğu, ümumi uzunluq 80 santimetrdir. 40 santimetri uzunluq, 40 santimetr daxil olur, meydanın daxilində. 40 santimetri isə xaricində olur. Və ümumi meydanımızın ölçüsünü də deyim, uzunluq
Yan xəttin. Bunları bildik. Bunları bildik. Uzunluğunu da deyim meydanın. 42'nin uzunluğu 42 metr, eni isə 25 metr. Eni isə 25 metr. Və yaxud da uzunluğu 38 metr, 20 metr. Eni isə 20 metr. Və bu künc gövslərin ölçüsü 25 santimetr. 25 santimetr. Yəni 0'dan %25 metr. Künc gövslərin ölçüsü. Və küçdən zərbə yerinə yetirən zaman rəqib səndən 5 metr aralı dayanmalıdır. Və bu 5 metr asanlıqla bilməsi üçün bu qapı xətlərində xətt çəkilir. Yəni bu 5 metr kənarında, küncdən 5 metr kənarında asanlıqla bilməsi üçün 5 metr məsafə saxlanılır. Mərkəz dairənin radiusu, yarısı, mərkəz dairənin radiusu. Bu radiusu 3 metr. Diametri isə 6 metrdir. Və əlavə olaraq mərkəz nöqtəmiz var ha. Burada mərkəz kiçik bir nöqtəsə azdır. Nöqtə. Dairə olur. O nöqtə kimi görünür. Bunun radiusu 6 santimetr. Diametri isə 12 santimetrdir. Və 10 metrlik ikinci penaltı nöqtəsi. Onun da izahını verəcəm. Bu zaman da rəqib 5 metr məsafə saxlanır. Yanda 2 nöqtə qoyulur hər bir yandan. Və bu yandan da bura yəni 10 metrlik ikinci penaltı nöqtəsindən, cərimə zərbəsi nöqtəsindən xəttindən də bu nöqtəyə 5 metrdir. Digəri də 5 metrdir. Və rəqib də səndən 5 metr aralıda dayanmalıdır. İndi onların ətraflı izahını verəcəm. Ölçülərimizdən bu qədər. Ölçülərimizi bildik. Oyun başlayan zaman dedik. Oyun başlayan zaman 2 hissədən ibarət hər hissəmiz. Birinci hissə, ikinci hissə. Birinci hissə başlayan zaman püşkatma atılır. Və püşkü qazanan komanda gəlir ya hücumu seçir, ya da meydanı. Məsəl üçün püşkü A komandası qazandı. A komandası deyir hücumu seçirəm. Avtomatik B komandası deyəcək ki, meydan qalır B komandası. Məsəl üçün A komandası başladı buradan. A komandasının meydanı sol tərəf, B komandasının oldu sağ tərəf. A komandası başladı. Birinci hissədə püşkün nəticəsində A komandası başladı. Meydanda da bəlli olundu kim harda oynayacağını. İkinci hissəyə keçəndə 15 dəqiqə fasilədən sonra ikinci hissəyə keçəndə artıq komanda meydanda yerini dəyişir. Topu A komandası başlamışdı axı birinci hissədə. İkinci hissədə B komandası başlayır və meydanda yerlər dəyişilir. Siləm. Və meydanda yerlər dəyişir. B komandası keçir bura, A komandası keçir bura. Və birinci hissəni A başlayıbsa, ikinci hissəni B başlayacaq. Və oyunda bərabərlik olarsa, yenidən püşk atılır. Məsəl üçün demişik 2x5 dəqiqə oynanılır əlavə hissəmiz. Yəni hər hissəniz 5 dəqiqə olmaqla. Əlavə hissə 10 dəqiqə oynayır. Burada da birinci hissədə dedik püşk atma atılır. Bu püşk atma nəticəsində artıq meydanlar və yaxud da hücumun hansı komanda başlayacağı bəlli olunur. Məsəl üçün birinci hissədəsində püşk atma atıldı. Püşkü B komandası başladı. B komandası deyir ki, mən meydanı seçirəm. Bu meydanda oynamışam, belə bu meydanda qalacaq. Dəyişə də bilər, dəyişməyə də. Amma artıq burada B komandası oyunun B komandası, A komandası başlayır məsəl üçün. B meydanı seçir. Dəyişə də bilər, dəyişməyə də. Yəni əlavə hissədən əlavə hissəyə keçdikdə. Amma əlavə hissədən birinci hissəsindən ikinci hissəyə keçdikdə avtomatik o komandalar yerlərini dəyişir. Avtomatik komandalar yerlərini dəyişir. Və top birinci hissədə A komandası başlamışdırsa, ikinci hissəyə keçir B komandasına. Bunu bildik. Və mərkəzdən başlanılan zaman oyunu başlayan oyuncudan başqa bütün oyuncular öz meydanlarına yerləşir. A komandası öz meydanda, B komandası öz meydanda. Oyunu başlayan oyuncudan başqa və rəqib minimum 3 metr məsafə saxlayır. Topdan məsafə saxlayır. Və top hərəkətsiz olmalıdır. Mərkəzdən başlayan zaman top hərəkətsiz olmalıdır. Və mərkəzdən başladım. Topu birbaşa rəqib qapısına vururlarsa, qol qeydə alınır. Öz qapına vururlarsa, qol qeydə alınmır. Rəqib gəlir küçdən zərbə yerinə yetirir. Və əlavə olaraq top hərəkətsiz olmalıdır mərkəzdən başlayan zaman. Top aşkar şəkildə zərbə endirdikdə oyun başlamış olunur. Və aşkar şəkildə top hərəkətli olursa, oyun başlamış olur. Oyun başlayır. Mərkəzdən başlamanı bildik. Dedik
top küçdən başlayan zaman rəqib 5 metr məsafə saxlayır. Küçdən başlayan zaman rəqib 5 metr məsafə saxlayır. Top küçdən başlayan zaman küç qövsünün daxilində olur. Xəttin üstündə də ola bilər, daxilində olur məsələn. Top daxildə hərəkətsiz olmalıdır. Zərbə endirdikdən sonra, ayaq topa dəydikdən sonra top aşkar şəkildə hərəkətli olursa, top oyunda daxil olunur. Və küçdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Öz qapına vurulan qol isə qeydə alınmır. Rəqib gəlir küçdən zərbə yerinə yetirir. Və qapının hündürlüyü, qapının ölçüsünü bir deməmişəm. Qapının hündürlüyü 2 metr, hündürlük 2 metr. Uzunluğu isə 3 metr. Uzunluğu isə 3 metr. Qapının hündürlüyü, uzunluğu. Bunu bildik. Qapının uzunluğu, hündürlüyü. Mərkəzi bildik. Və əlavə olaraq bir də o nüansı deyim. Qalibə və məğluba verilən xal. Eyni futbolda olduğu kimi qalibə və məğluba verilən. Qalibə 3, məğluba 0, heç isə 1 xal verilir. Eyni futbolda olduğu kimi. Top yan xəttdən nə zaman başlayır? Hücum edən komanda topu atdı. Son olaraq müdafiə olunan komandaya və yaxud da topu son olaraq kimlə çıxırsa, top son olaraq kimə dəyib çıxırsa, onun rəqibi başlayır. Məsəl üçün, top A komandasından vurdu, A komandası çıxdı çölə. Gəlib B komandası həmən çıxdığı nöqtədən yandan başlayacaq. Və yaxud A komandası atdı B komandasına, hücuma gedir. Atdı topu B komandasının oyunçusuna dəydi, yandan çıxdı. Bu zaman avtomatik A komandası gəlib başlayacaq. Və yandan başlanılan zaman 5 metr rəqib səndən 5 metr məsafə gözləyir. 5 metr. Yandan başlayan zamanda. Və yandan başlayan zaman ayaqla başlanılır. Və ayağının biri mütləq şəkildə xəttin üzərində olmalıdır. Və bir ayaqla başlanılır, ayağının da biri də mütləq xəttin üzərində olmalıdır. Yandan birbaşa vurulan, rəqib qapısına vurulan qol qeydə alınmır. Oyundan qapıçı başlayır. Amma öz qapına vurulan qol qeydə alınmır burada da. Rəqib gəlir, küçdən zərbə ilə başlayır. Və top, məsəl üçün, hücum edən komanda gəldi, top B komandasının oyunçusuna dəyib, topu atdı, B komandasının oyunçusuna dəyib, arxa xəttdən çıxarsa, bu zaman küçdən zərbə yerinə yetirilir. Amma heç kimə dəymədən, A komandası atdı, heç kimə dəymədən top qapı xəttindən çıxarsa, bu zaman qapıdan zərbə ilə qapıcı oyunu başlayır. Və qapıdan birbaşa rəqib qapısına vurulan qol qeydə alınmır. Handboldadır, futboldadır, bunlarda qapıdan qapıya birbaşa qol qeydə alınır. Futbolda məsəl üçün qapıdan zərbəni ayaqla başlayırsan. Topu qoyursan 5.5-in üstü xəttin üzərinə, ayaqla başlayırsan. Və ona görə qol qeydə alınır. Qapıdan qapıya qol qeydə alınır. Handbolda bilirik ki, əl topudur. Əllə başlayırsan və əllə də topunu idarə edirsən. Və əllə başladığına görə birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Amma burada ayaq topudur, ayaqla oynayırsan. Amma qapıdan başlayan zaman əllə başlayır qapıcı. Qapıdan başlayan zaman qapıcı əllə başlamalıdır. Əllə başlayan zaman əllə vurduğuna görə qol qeydə alınmır. Və futsalda saniyə qaydası var. Futsalda 4 saniyə qaydası. Məsəl üçün, qapıçı nə zaman tətbiq olunmur? İlk öncə onu deyim. Nə zaman tətbiq olunmur? Mərkəzdən başlayan zaman tətbiq olunmur 4 saniyə qaydası. Və 6 metrlik cərimə zərbəsi zamanı 4 saniyə qaydası tətbiq olunmur. Məsəl üçün, qapıçı əldə 4 saniyədən artıq saxlaya bilməz. 4 saniyədən artıq saxlayarsa, avtomatik olaraq rəqib üçün sərbəst zərbə təyin olunur. Rəqib gəlir sərbəst zərbə vurur. Məsəl üçün, futbolda qapıçı üçün 8 saniyə vaxt verilirdi. Futbolda qapıçı üçün 8 saniyə. Yeni qaydalara əsasən futbolda 8 saniyədir. Amma futsalda isə 4 saniyə. 4 saniyə qaydası. 4 saniyə qaydasının pozusudur. 4 saniyədən artıq əldə saxladı. Rəqibə top verilir. Rəqib sərbəst zərbə ilə başlayır. Və əlavə olaraq yanı bildik, üçüncü bildik. Sərbəst zərbə cərimə zərbəsi. Və bir də komandanın faul limiti. Komandanın faul limiti 5-dir. Komandanın faul limiti 5. Və birinci hissədə komandanın faul limiti, ikinci hissədə komandanın faul limiti. Birinci hissədə komandanın faul limiti 4-dür. İkinci hissəyə keçdikdə artıq komandanın faul limiti sıfırlanır. İkinci hissə 0 ilə başlayır. İkinci hissədə 4-5-dir məsəl üçün. Əlavə hissə oynanırlarsa elə 5 kimi də davam edir, daha sıfırlanmır. Hissədən hissəyə keçdikdə komandanın faul limiti sıfırlanır, amma hissədən əlavə oyuna keçdikdə, ikinci hissədən əlavə oyuna keçdikdə sıfırlanmır. Bunu bildik. Komandanın faul limiti nədir? Məsəl üçün, komandanın faul limiti 3-dür. Komandanın faul limiti 3-dür. Oyunçu, B komandasının oyunçusu öz meydanında burada qayda pozuntusu edir.
Və qayda pozuntusu harda olursa, komanda limiti dolmayana qədər harda olursa, həmən yerdən cərimə zərbəsinin yerinə yetirilir. Amma komanda faul limiti doldurdu, 5'i doldurdu. 6 oldu artıq. 6-cıda rəqib gəlir 10 metrlik cərimə zərbəsini yerinə yetirir. Buna da ikinci penalti nöqtəsi deyilir. Və ancaq A komandası gəlir yerinə yetirir. B komandasının oyuncuları 5 metr xəttdə dayanmalı. 5 metr aralı dayanmalıdır. Yandan da, arxadan da 5 metr aralı dayanmalıdır. Toplam 5 metr. Və qapıçı 5 metr irəli çıxa bilər. Handbolda necə ki deyirdi ya, 7 metrlik penaltı zamanı qapıçı 4 metr irəli çıxa bilər. Burada da həmçinin 10 metrlik cərimə zərbəsi zamanı qapıçı 5 metr irəli çıxa bilər. Belə bir sual düşə bilər. Hansı idman oyunları üçün zərbələrdə qapıçı irəli çıxa bilər? Handbol, futsal. Handbolda 4 metr, futsalda 5 metr. Qapıçı irəli çıxa bilər. 10 metrlik cərimə zərbəsini vuran zaman irəli pas ötürə bilməzsə, məsəl üçün 6 metrlikdə ötürə bilərsən, onun izahını verəcəm. Məsəl üçün futbolda 11 metrlikdə irəli atırsan, irəli pas ötürürsən, gəlir oyuncu öz komanda yoldaşın vurur. Amma burada düz irəli qapıya vurmalısan. Arxaya pas ötürmək olmaz. Düz irəli. Dabanla vurmağa icazə var. Bunu bildik. 6 metrlik cərimə meydançasının daxilində olan kobud qayda pozuntularına, bir də müdafiə olunan komandanın qapıçıdan başqa saha oyuncularının top əlinə dəyərsə 6 metrlik penalti nöqtəsi, 6 metrlik cərimə zərbəsi təyin olunur. Və 6 metrlik cərimə zərbəsində qapıçının ayağı mütləq qapı xəttinin üzərində olmalıdır. Bunu bildik. Sonra oyundan kənar vəziyyət. Futsalda oyundan kənar vəziyyət. Futsalda oyundan kənar vəziyyət yoxdur. Oyundan kənar vəziyyət nədir? Offside. Məsəl üçün futbolda var. Amma burada oyundan kənar vəziyyət yoxdur. Məsəl üçün futbolda time-out var. Üzr istəyirəm. Futbolda time-out yoxdur. Futsalda time-out var. Oyuncu dəyişikliyi. Məhdudiyyət yoxdur. Qırmızı vərəqə alan oyuncu, kartlar haqqında da məlumat verəcəm. Yəni yenidən oyuna qayıda bilməz. Əlavə olaraq kartlar sarı, qırmızı. 2 sarı kart alan oyuncu birincisini aldı xəbərdarlıq. Sarı kart birincisini aldı xəbərdarlıq. İkincisini alır, arxasınca qırmızı kart göstərilir. Yəni oyundan kənarlaşdırılır. Və oyundan kənarlaşan oyuncu komandada oyundan kənarlaşırsa, bu zaman oyuncu azlığı ilə oynanılır. Komanda oyuncu azlığı ilə oynayır. Məsəl üçün, oyuncu azlığı ilə oynayır. Məsəl üçün, qırmızı kartla oyuncu oyundan kənarlaşdı. Komanda 5 idi, 5 oyuncusu idi. 5'in 5'i oynayırlar. Qırmızı ilə kənarlaşdı. 4'ün 5'i oynayırdı. Amma nə qədər? 2 dəqiqə ərzində. 2 dəqiqə ərzində B komandası, A komandası. B komandası 2 dəqiqə ərzində azlıqda oynayır. Və 2 dəqiqə ərzində B komandası gol buraxarsa, avtomatik oyuncu gəlir. Onun yerinə başqa oyuncu gəlir. 5-5. Oyunu davam edirlər. Əgər gol buraxmazsa, 2 dəqiqə bitdikdən sonra heyət tamamlaşır. Bir nüansı da deyək. Məsəl üçün 5-5 oynayırlar. B komandasında oyuncusu qırmızı aldı. A komandasında oyuncusu qırmızı aldı. Hər ikisində 4-4. Burada B komandasının oyuncusu B komandasına gəldi, gol buraxıldı. 1 dəqiqə ərzində. 2 dəqiqə demiş, yox, 2 dəqiqə azlıqda oynayır komanda. Bir dəqiqə bitəndə B komandasına gol buraxıldı. Artıq B komandasının oyuncusu daha gəlib komanda heyətini tamamlamayacaq ha. Burada artıq tamamlamayacaq. 5-4 oynamayacaqlar. 5-4 oynamayacaqlar. 2 dəqiqə bitəndən sonra hər iki komandanın oyuncusu meydana daxil olacaq. Bu bizim kartlarımız. Sarı və qırmızı kart.